26 fevral 2026. Bürclər nə deyir? Kanala abunə olmağı unutmayın. Qoç bürcü. Xırda problemlərin düşüncələrinizi qaraltmasına icazə verməyin. Hadisələrə daha yüksək nöqtədən baxın və həqiqətən nəyin vacib olduğunu görün. Özünüzə qarşı həddindən artıq tələbkarsınız. Fiziki olaraq biraz rahatlayın və üzərinizdəki yükü azaldın. Əhval-ruhiyyəsi. Bugün daha spontan davranırsınız və bu halınız yaxın dostlarınızın sizi öz dairənizdə görmək istəyini artırır. Ailə daxilində hər kəsə qarşı diqqətli və qayğıkeş yanaşırsınız. Münasibətinizdəki müsbət dəyişiklik ətrafınızdakı hər kəs tərəfindən hiss olunur. Siz də eyni hisslərlə cavab verirsiniz. Bugün münasibətiniz üçün çox gözəl bir gündür. Sibaylar. Bugün tək olmaq sizi narahat etmir. Əsas olan yaxınlarınızın yanınızda olmasıdır. Mövcud vəziyyəti çox yaxşı idarə edirsiniz. Həyatınıza birini cəxmudur. İş həyatı. Diqqətinizi toplamaq biraz çətin ola bilər. Bəzi detalları gözdən qaçıra bilərsiniz. Tam fokuslanmaq asan olmasa da, güclü yaddaşınız vəziyyəti xilas edəcək. Asudə vaxtı. Təbiət sakitləşsə də, bu dövr Buğa bürcü. Məhdudiyyət hissindən çıxmaq üçün biraz daha israrlı olmalı və tempinizi yavaşlatmalısınız. Enerjinizi sovuran gərgin müzakirələrdən uzaq durun. Bu sizin xeyrinizədir. Meditasiyada sakitlik sizə müsbət təsir edəcək. Daxili balansınızı bərpa edəcək. Əhval-ruhiyyəsi. Ünsiyyət sahəsində bugünün enerjisi sizə münasibətləri qorumaq və lazımi məsələlərə aydınlıq gətirmək üçün bütün imkanları yaradır. Özünüzə inam və həvəs sayəsində açıq diyaloq quracaq, pozulmuş tarazlığı yenidən bərpa edəcəksiniz. Sevgi həyatı. Sevgidə komplekslərdən uzaq davranacaqsınız və bu çox gözəl xəbərdir. İstədiyiniz insanla münasibətə başlamaq və ya mövcud əlaqəni sabitləşdirmək şansı var. Əgər cavab gözləyirdinizsə, artıq gəlir. Hər şey öz vaxtında baş verir. Evli olanlar. Gələcək sizə qeyri-müəyyən görünürsə, sakit olun. Heç nə itirilməyib. Vəziyyət və ya partnyorunuzla bağlı şübhələriniz olubsa, artıq qorxularınız azalır. Özünüzə inam artdıqca, problemlər də asanlıqla həllini tapır. Subaylar. Birinə yaxınlaşmaq istəyirsiniz, amma rədd cavabından çəkinirsiniz. Bəlkə də onun sizə qarşı eyni hissləri yaşamadığını düşünürsünüz. Ancaq heç nə dəqiq deyil. Cəsarət edin və öyrənin. Onun səmimi sözləri sizi təəccübləndirə bilər. Pul axışı. Keçmiş maliyyə səhvləri sizə çətinlik yaşatmış ola bilər, amma artıq onlardan dərs çıxarmısınız. Daha inamlı və düzgün addımlarla hər gün yaxşılaşan maliyyə vəziyyətinə doğru irəliyirsiniz. İş həyatı. Peşəkar səbəblərə görə yeni bir əməkdaşlıqla başlaya və ya mövcud bir mərhələni bitirə bilərsiniz. Qərarlarınızın münasibətlərinizə təsirini anlayırsınız. Bu qərarlar ya uğurunuzu təsdiqləyəcək, ya da səhvinizi göstərəcək. Hər iki halda nəticə sizin üçün dərs və qazanc olacaq. Asudə vaxtı. Yaxınlarınıza biraz azadlıq verməyin vacib olduğunu unutmayın. Bu, ümumi abu-havaya müsbət təsir edəcək. Sakit və xəyalpərəst tərəfiniz istirahətinizi harmoniya içində keçirməyə kömək edəcək. Əkizlər bürcü.
Sizi maraqlandırmayan müzakirələri süni şəkildə uzatmağa özünüzü məcbur etməyin. Lazımsız çəkinmələr olmadan olduğunuz kimi davranın. Fiziki gücünüz artıb. İndi idmanla məşğul olmaq və enerjinizi sağlam şəkildə sərf etmək üçün çox uyğun zamandır. Əhval-ruhiyyəsi. Bugün intuisiya və müsbət əhvalınız sizə güclü dəstək olacaq. Qarşıya çıxan problemləri həll etmək, fikir ayrılıqlarını yumşaltmaq, ətrafınızdakilarla isti münasibət qurmaq və ideyalarınızı zərif şəkildə çatdırmaq sizin üçün daha asan olacaq. Sevgi həyatı. Günün enerjisi ev, ailə və qadın enerjisi ilə bağlı mövzuları ön plana çıxarır. Sevgi daha həssas, daha yumşaq çalarlara boyanır, amma eyni zamanda özəl və dəyərli qalır. Sevgi ilə zarafat etmək olmaz. Bu hisslər ciddidir. Evli olanlar. Partnyorunuzla yenidən ehtişamlı və dərin hisslər yaşayacaqsınız. Ona bir daha sübut edirsiniz ki, sevgi hekayələri gözəl sonluqla bitə bilər və sizin münasibətiniz də buna nümunədir. Günün təsiri aranızdakı alovu yenidən gücləndirir. Bu anların dadını çıxarın. Xərçəng bürcü. Təcrübəli insanlarla edəcəyiniz bir söhbət, əgər bəzi həqiqətləri qəbul etsəniz, həddindən artıq davranışlarınızın sizə zərər verdiyini göstərə bilər. Ətrafınız sizi yeni çağırışlara doğru itələyir. Düzünü desək, bu dinamika sizin xoşunuza gəlir. Həyatı nizə yönəlir. Keçmişə yüngül bir nostalji ilə baxa bilərsiniz, amma peşmanlıq hissinə qapılmadan. Keçmiş hansı formada olursa olsun, bugün yenidən gündəmə gələ bilər. Evli olanlar. Bəlkə də həyatınızda yeni bir mərhələ. Bugün emosiyalarınız güclü olacaq, xəyal gücünüz də artacaq. Amma bundan narahat olmayın. Sevə biləcəyiniz birini tapmaq arzunuz daha da güclənə bilər və ünsiyyətə ehtiyac duyacaqsınız. Unutmayın ki, hər dalı olacaq. Təcrübəli insanlamaqdan çəkinməyin. İş həyatı. Üzərinizə daha çox məsuliyyət düşə bilər və bu sizi yorğun hiss etdirə bilər. Öhdəliklərin ağırlığı altında qalmamaq üçün ağıllı davranın. İndi işləri bölüklərdə daha fəal olun.
Şir bürcü. Gün yüksək tempdə keçəcək. Addım atmadan əvvəl düşünməyə vaxt ayırın və şikayət etmədən hərəkət edin. Mənfi düşüncələri buraxmaq sizə enerji verəcək və həqiqətən sevdiyiniz, sizin üçün dəyərli olan mövzulara fokuslanmağa kömək edəcək. Əhval-ruhiyyəsi. Stres və sizi tarazlıqdan çıxaran emosiyalar geridə qalır. Bugün daha sakin və özünə güvənən olacaqsınız. Bu da davranışlarınıza rahatlıq qatacaq və münasibətlərinizdə daha incə və anlayışlı yanaşma sərgiləməyə imkan verəcək. Sevgi həyatı. Səma birlikdə xoş anlar və ya həyatınıza rəng qatacaq bir görüş vədidir. Əgər valideynsinizsə, övladınızla səmimi ünsiyyət vasitəsilə öz daxilinizdəki uşaq tərəfi yenidən kəşf edə bilərsiniz. Bu ürəyinizə istilik qatacaq. Evli olanlar. Fürsət göz qabağındadır. Əgər münasibətiniz stabil və sağlamdırsa, artıq növbəti addımı atmağın vaxtıdır. Bağlarınızı daha da möhkəmləndirmək, birlikdə yaşamaq, evlilik və ya ailə qurmaq barədə düşünə bilərsiniz. Subaylar. Keçmişdən tanıdığınız və aranızda güclü emosional bağ olan insanlarla qarşılaşa bilərsiniz. Əks halda, iş mühitində sizi cəlb edən biri ilə tanışlıq mümkündür. Bugün gözlənilməyən və faydalı təcrübələr yaşaya bilərsiniz. Pul axışı. Uzanan maliyyə danışıqları gündəmdə ola bilər. Səbirli olun və düzgün istiqaməti qoruyun. Maneələri ustalıqla keçərək, nəticədə konstruktiv razılaşmalara nail ola bilərsiniz. İrəliləyişinizi heç nə dayandıra bilməz. İş həyatı. Davranış tərziniz ətrafınızda maraq oyada bilər. İş mühitində özünəməxsus üslubunuz var. Siz açıq fikirli qalmaqla eyni zamanda effektiv olmağı bacarırsınız. Bugün mövqeyinizi qoruyacaqsınız. Asudə vaxtı. Evinizin interyerində dəyişiklik etmək istəyə bilərsiniz. Qışın soyuğuna baxmayaraq, istilik və rahatlıq yaratmaq arzusu güclüdür. Ağlınıza gələn yenilikləri həyata keçirmək üçün uyğun zamandır. Sadə və sağlam zövqlər sizi daha çox cəlb edəcək. Qız bürcü. İrəlləmək üçün vəziyyətə fərqli bucaqdan baxın. Keçmiş bugün üçün yaxşı başlanğıc nöqtəsi deyil. Zehni aktivliyiniz sizi bəzən fiziki həddən artıq yüklənməyə apara bilər. Özünüzü qoruyun və ölçünü itirməyin. Əhval-ruhiyyə. Emosiyalarınız zirvədədir və bu sizə euforiya anları yaşada bilər. Amma onları nəzarətdə saxlamasanız, səhvlər edə bilərsiniz. Özünüzü emosional olaraq biraz zəif hiss etdiyiniz anlarda ciddi qərarlar verməyin. Sonradan peşman ola bilərsiniz. Sevgi həyatı. Özünüzü yetərincə sevilmiş hiss etməyəndə, dərhal qarşınızdakı insanın hisslərini sorğulamağa başlayırsınız. Buna ehtiyac yoxdur. Ürək məsələlərində vəziyyət müsbətdir. Siz səmimi və həqiqi şəkildə sevilirsiniz. Evli olanlar. Ayın müsbət enerjisi partnyorunuzu daha yaxşı anlamağa kömək edəcək. Sizi narahat edən mövzular varsa, onun dəstəyi bütün şübhələrinizi aradan qaldıracaq. Aranızdakı ünsiyyət zərif və mehribandır. Bu da sizə daxili rahatlıq gətirir. Subaylar. Əziz subay, ani bir tanışlıq həyatınızdakı kədərli notları dağıda bilər. Ciddi bir görüş gözlənilmədən başlaya bilər. Hazır olub-olmamağınız önəmli deyil. Sadəcə gözəl anların dadını çıxarın və narahatlığa yer verməyin. Pul axışı. Partnyorunuz sizi arxayın edir. Maliyyə vəziyyətiniz qaydasındadır. Hesablarınıza baxmağa belə cəsarət etməmişdiniz, amma nəticə sizi sevindirəcək. Rahatlıq hissi yaşayacaqsınız və bunu qeyd etmək üçün sakit, özəl bir şam yeməyi təşkil etmək istəyə bilərsiniz. İş həyatı. İş mühitində harmoniya axtarırsınız. Sizin üçün komanda işi hər şeydən önəmlidir. Birlikdə hərəkət etmək sizi daha güclü edir. Asudə vaxtı. Hansı sahədə olursa olsun, təşəbbüsləriniz dəstəklənəcək. Yaxınlarınız ailəni və ya dostları bir araya toplamaq üçün sizə güvənir. Bu cür hazırlıqlarla məşğul olmaq sizə zövq verir və siz hər detalın içinə səmimiyyət qatmağı bacarırsınız. Tərəzi bürcü.
Sizə birbaşa aid olmayan hadisələr baş verir, amma nəticə etibarilə sizin xeyrinizə işləyir. Müsbət təsirlər tədricən özünü göstərməyə başlayacaq və bu, peşəkar, maliyyə və ya sosial sahədə irəliləyiş kimi görünəcək. Bugün eyni zamanda səyahət üçün də çox əlverişlidir. Sevgi həyatı və sevdiyiniz insanla bağlı şirin, romantik səhnələri təsəvvür etməkdən özünüzü saxlaya bilmirsiniz. Həssaslığınız sayəsində öz sevgi reallığınızı yaradırsınız. Səsiniz eşidilir və gözəl bir eşq hekayəsi yaşayırsınız. Evli olanlar. Keçmişdən tanıdığınız bir insan yenidən həyatınıza daxil ola bilər və sizi xoş bir eyforiya hissinə qaytara bilər. Əvvəl yaşadığınız sevinç və həyəcanı bu dəfə daha yetkin düşüncə ilə yenidən yaşaya bilərsiniz. Xatirələr canlanır və siz özünüzü şanslı hiss edirsiniz. Əriniz getdikcə daha yaxşı istiqamət alır. Planetlərin dəstəyi təşəbbüslərinizi və cəsarət layihələrinizi gücləndirir. Əgər maliyyə və ya rəsmi dəstək almaq istəyirsinizsə, bugün bunun üçün doğru zamandır. Əqrəb bürcü. Etdiyiniz bir səhvi düzəltmək üçün fürsət yaranacaq. Siz doğru istiqamətdə irəliləyirsiniz. Həyat enerjiniz artır və bunu yüksək səviyyədə saxlaya bilərsiniz. Bunun üçün itirdiyiniz yuxunu bərpa etməyi unutmayın. Lider ruhunda olacaqsınız. Ayın müsbət təsiri vəziyyəti aydınlaşdırmağa kömək edir. Ümidsiz görünən hallardan yapışıb qalmaq lazım deyil. Enerji sizi doğru istiqamətə yönəldir və gözəl bir tanışlıq ehtimalı artır. Evli olanlar. Hal-hazırda həyatınızda sana yönəlmək istəyi yarana bilər. Daha yetkin və ciddi bir sevgi hekayəsi axtarırsınız. Biraz da səbirli olun. Çox keçmədən istədiyiniz münasibətlə qarşılaşa bilərsiniz. Pul axışı. Həyatı. Pesız. İş strukturunuzu gücləndirmək və planlarınızı möhkəmləndirmək imkanı yaranır. Son dövrlər biraz çətin keçmiş ola bilər, amma indi ruh yüksəkliyiniz artır və özünüzü daha yaxşı hiss edirsiniz. Asud olacaqsınız. Ox atan bürcü. İntuisiya ilə bağlı ehtiyatlı qalmaqda haqlısınız. Çünki reallıq hazırki qorxularınızdan qat-qat yaxşı olacaq. Bir müəyyənlik içində qalmayın. Həqiqi ehtiyaclarınıza qulaq asın və qərarlarınızı buna görə verin. Əhval-ruhiyyə.
Beyninizdə saysız layihələr var və onları həyata keçirməyə vaxt çatmadığını düşünürsüz. Narahat olmayın, addım-addım irəliləyin. Heç bir maneə uzun müddət planlarınızı poza bilməyəcək. Özünüzə inamı qoruyun. Sevgi həyatı. Münasibətlərdə müəyyən çətinliklə üzləşmisiniz. Emosional sarsıntılara alışmaq asan deyil. Dəyişkən bəzənsə gərgin sevgi mühitini idarə etmək üçün biraz dincəlməyə ehtiyacınız var. Özünüzə vaxt ayırın, rahatlayın və fikrinizi bir qədər yayındırın. Evli olanlar. Əgər münasibətdəsinizsə, xırda hadisələr aranızda sabitsizlik yarada bilər. İndi daha yumşaq və anlayışlı davranmaq zamanıdır. Biraz səbir və xoş niyyət vəziyyəti müsbət istiqamətə dəyişə bilər. Subaylar. Bu dövrdə ilk təəssürat önəmlidir. Görünüşünüzə və duruşunuza diqqət edin. Zövqlü və özünə güvənən görünün. Amma həddi açmayın. Qızıl orta ən doğru seçimdir və uğurlu tanışlıq üçün açar rolunu oynayacaq. Pul axışı. Maliyyə baxımından daha sabit bir mərhələyə qədəm qoyursuz. Əvvəl dalğalanmalar yaşansa da, indi daha düşünülmüş addımlar atırsınız. Təhlükəsizliyə üstünlük verməyiniz tamamilə doğru qərardır. İş həyatı. Uşaqlarla bağlı sahədə çalışmaq asan deyil. İstər valideyn olun, istər bu sahədə peşəkar fəaliyyət göstərin, məsuliyyətli və diqqətli davranmaq vacibdir. Siz bunun öhdəsindən gəlməyi bacarırsınız və lazım olan səbrə maliksiniz. Asudə vaxtı. Biraz enerjiniz azalıb və soyuq hava ilə üzləşmək sizi ruhdan sala bilər. Buna baxmayaraq, öhdəliklərinizi yerinə yetirirsiniz və şəraitə uyğunlaşmağı bacarırsınız. Əgər hər gün mümkün deyilsə, heç olmasa həftədə bir gün məsafədən işləmək barədə razılaşma əldə etməyə çalışın. Oğlaq bürcü. Daha açıq və parlaq ifadəniz ətrafınızdakı insanların rəğbətini qazanır. Bəzən bu diqqət gözlənilməz ola bilər. Cazibəniz insanları inandırmaqda sizə çox kömək edir, amma əzələlərdə yorğunluq hiss oluna bilər. Buna görə də ağır və böyük işlərə başlamaq üçün uyğun zaman deyil. Əhval-ruhiyyəsi. Gözlənilməz bir maneə planlarınıza əngəl törədə bilər. Sakit qalın ki, sonradan peşman olmayasınız. Yaxınlarınız sizə və münasibətlərdə qoruduğunuz tarazlığa güvənir. Reaksiyalarınıza diqqət edin. Sevgi həyatı. Həyat bəzən ana qayğısı kimi yumuşaq və isti təsirlər göndərir. Bugün emosional baxımından çox zəngin keçə bilər və bəzilərində daxili həyəcan yarada bilər. Hadisələri şüurlu şəkildə yaşayın. Emosiyaların sizi idarə etməsinə icazə verməyin. Hisslərlə dolu bir gündür. Evli olanlar. Gün daha çox ailə və ev mövzularına yönəlir. Əgər hər şey qaydasındadırsa, daha da yaxşılaşacaq. Amma həll olunmamış məsələlər varsa, bugün onlar üzə çıxa və ya biraz da kəskinləşə bilər. Diqqətli və anlayışlı davranmaq vacibdir. Subaylar. Xəyal gücünüz çox aktivdir və onu idarə etməsəniz, sizi həddindən artıq düşüncələrə sala bilər. Daxili aləminizlə yenidən bağ qurun. Həssas tərəfinizi qəbul edin. Siz cazibədarsınız və bu enerji diqqət çəkir. Pul axışı. Banklar və ya rəsmi qurumlarla danışıqlar aparmaq üçün uyğun gündür. Ailə və evlə bağlı maliyyə qərarı verməli ola bilərsiniz. Ünsiyyətdə nəzakətli olmağa çalışın, əsasən də dəyər verdiyiniz insanlarla. İş həyatı. Statusunuzu dəyişmək və zəhmətinizin qarşılığını almaq üçün ciddi şəkildə çalışırsınız. Əlavə tapşırıqlardan şikayət etmədən irəliləsəniz, günün sonunda özünüzlə qürur duyacaqsınız. Asudə vaxtı. Süfrədə bolluq və ləzzət sizi cəlb edə bilər, amma həddi aşmamağa çalışın. Hazırda hərəkət etmək, qan dövranını və enerjinizi aktiv saxlamaq sizin üçün daha faydalıdır. Dolça bürcü. Gün sürətlə və dinamik keçəcək, siz buna çox məmnun olacaqsınız. Görüşlər xoş və ürəkaçan olacaq, özünüzə olan inamınızı artıracaq. Yaxşı əhval-ruhiyyəniz sizi daha ünsiyyətçilidir. İndi fikirlərinizi paylaşmaq və əlaqələri gücləndirmək üçün ideal. Optimistliyiniz və cazibəniz şəxsi həyatınızı dəyişdirmək üçün sizə imkanlar verir. Bəlkə cəsarət edib rəngli bir paltar geyinmək istəyəcəksiniz, münasibətiniz sevinc vədidir. Sizi düşünən tərəfdaşınız münasibətləri yenidən canlandırır. Subaylar. Doğru
Doğru vaxtda, doğru yerdə, doğru insanla olmaq üçün hər şey edirsiniz. Hər şeyi düzgün edirsiniz, çünki bu həqiqətən də sizə lazım olan tərəfdaşdır və sizi xoşbəxtliyə aparacaq. Buna görə nailiyyətləriniz üçün artıq təməl atmağa başlayın. Bəziləri maraqlarınıza müdaxiləyə salmağı və dürüst qalmağı bacarırsınız. Bu sizin üçün bir üstünlükdür. Asudə vaxtı. Sərin hava əhvalınızı yaxşılaşdırır. Kiçik ailəniz sizə uyğunlaşır. Balıq bürcü. Françayziniz genişlənir. Siz yetkin insanlarla daha çox ünsiyyət qurmağa meyillisiniz. Bugün tam sakitlik vəd edir. Özünüz üçün vaxt itirmədən bu sakitliyin dadını çıxarın. Əhval-ruhiyyəsi. Hazırki atmosfer sizi ünsiyyətə dəvət edir. Hisslərinizi daha çox ifadə edin. Bəzi münasibətlərinizdə tarazlığı bərpa edəcək dəyişiklikləri qəbul edin və yeni əlaqələr qurun. Danışın və hisslərinizi açıqca paylaşmaqdan çəkinməyin. Sevgi həyatı. Əgər bir qədər darıxçı bir dövrdən sonra özünüzə inamınızı bərpa etsəniz, qorxularınızdan azad olacaqsınız və pozitiv başlanğıc edə biləcəksiniz. Yardım istəməkdən çəkinməyin. Evli olanlar. Son zamanlar cütlükdə bəzi şübhələr yarana bilər. Birgə həyat vacib suallar qaldırır və onların cavabları göründüyü qədər aydın deyil. Birlikdə düşünmək üçün özünüzə zaman ayırsanız, addım-addım irəliləyəcəksiniz. Sevgi hər gün qurulur. Subaylar, artıq təkliyinizi dözmürsünüz. Kimsə vacibi ilə tanış olmağı ümid edirsiniz və buna çatmaq üçün əlinizdən gələni edirsiniz. Mühiti dəyişin, adi olmayan yerləri ziyarət edin. Sevgi ilə tanış olmaq mümkündür. Pul axını. Çətin maliyyə vəziyyəti səbəbindən tərədaşınızla münasibətlərdə kiçik problemlər yaranmışdısa, bu yalnız pis xatirə olaraq qalır. Uğurlu ulduz təsirləri sizə pozitiv əsaslardan başlamağa imkan verir. Hər şey yaxşı olacaq. İş həyatı. Heç kəsi sizi təəccübləndirməyə qoymayın. Əgər kiminsə fikrincə ideyalarınız köhnəlib və bacarıqlarınız yetərsizdirsə, dərhal son tədqiqatlarınızın nəticələrini təqdim edin və beləliklə negativ insanları susturun. Asudə vaxtı. Ətrafınızdakı bəziləri hər zaman məsuliyyətin nəticələrini anlamır. Bu planlarınıza mane ola bilər, amma sizə gözəl arqumentlər qazandırır. Bugün məsuliyyətdən bir qədər azadsınız.